OTK sınaq imtahanına salınmış sualın izahı ilə davam edirəm. 25-ci sualda deyir ki, kəsişməsi boş olmayan A və B çoxluqları üçün B çoxluğunda 22 element var. Bəs B çıx A çoxluğunda neçə element olar? Kəsişməsi boş olmayan deyirsə və çoxluqların fərqində ən çoxu neçə element olar soruşulursa, kəsişməsində heç olmasa bir element götürəcəyik. Heç olmasa bir element olsun ki, o zaman ən çox neçə element olduğunu tapa bilək. Euler-Venn diaqramı ilə gəlin bunu işləyək. A çoxluğu, bu da B çoxluğu. Kəsişmədə bir element götürürəm. O zaman burada 21 element olmalıdır ki, ümumi toplayanda hamısını 22 element olsun. Elə bizdən də bunu soruşur. Deyir ki, burada B çıx A-da neçə element var? Yəni, B-də olub A-da olmayan 21 element olar. Digər sualda deyir ki, bu ifadənin qiymətini hesabla. Hətta burada bu işarələrin mənaları da verilib. Bu tam hissəni göstərir, bu mötərizə isə kəsir hissəni göstərir. 5,1-in tam hissəsi 5-dir. Kəsir hissəsi 0,1-dir. Bizdən tam hissəni soruşur. Üstə gəl. -4,3-ün tam hissəsi -5-dir. Kəsir hissəsi isə 0,7-dir. -5 tam hissəsidir. 0,7 isə kəsir hissəsidir. Ədədin tam hissəsi ədəddən kiçik olur. Ona görə də tam hissə -5 götürürük. -5 -4,3-dən kiçikdir. Kəsir hissənin isə tapılma qaydası belədir ki, ədəddən tam hissəni çıxırıq. Yəni, -4,3-dən -5 çıxılmalıdır. O zaman müsbət 0,7 alınar. Bunları da toplasaq, düzgün cavab 5,7 olacaq.